Eyni zamanda biz yaşıl enerji sahəsində Azərbaycan tərəfindən irəli sürülən bir sıra təşəbbüsləri də geniş şəkildə müzakirə etdik və bildiyiniz kimi müxtəlif layihələr hal-hazırda həyata keçirilir. Onların sırasında mən Xəzər dənizi, Qara dəniz, Şərqi Avropa, Rumıniya, Macarıstan layihəsini qeyd etmək istəyərdim. Bu ən öndə gedən, irəliləyən layihədir, amma eyni zamanda biz bugün Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanla daha bir layihənin əsasını qoyduq. Əlbəttə ki, ilk baxışda onu demək olar ki, kimsə fikirləşə bilər ki, bu layihələr bir-birinə rəqabət yarada bilər, amma elə deyil. Azərbaycanın kifayət qədər yaşıl enerji resursları var ki, hər iki layihə üzrə bu təchizatı həyata keçirə bilsin və bildiyiniz kimi COP29 zamanı üç ölkənin dövlət başçısı tərəfindən hökumətlərarası müqaviləyə imza atılmışdı və bugün bu layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı demək $2 milyon vəsaitin bu layihənin demək texniki tapşırığının hazırlanması, iqtisadi texniki araşdırmasının hazırlanması üçün ayrılması haqqında qərar verdilər və bu haqda biz üç ölkə, iki bank bir sənəddə imzaladıq.